Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən keçirilən növbəti güzəştli mənzil satışı ilə bağlı narazılıqlar olub. Yenavaz.com xəbər verir ki, güzəştli mənzil almaq istəyənlər sistemdə texniki problemlərin olduğunu bildiriblər. Mida ilə bağlı səslənən iradlardan biri də mənzillərin tikinti və təmirinin keyfiyyətsiz şəkildə icra olunmasıdır. Təqdim etdiyimiz fotodan da belə görünür ki, qapı haşiyələri divara bərabər oturmur və nəticədə aralarında müxtəlif ölçülü boşluqlar yaranıb. Bu onu göstərir ki, divarın suvağı normal aparılmayıb, nəticədə səth dalğalı olub. Qapı haşiyələri yalnız bir neçə nöqtəyə toxunub və digər hissələrdə boşluqlar əmələ gəlib. Məlumat üçün bildirək ki, mənzillərin inşası və təmirinə Mida'nın tabeliyində fəaliyyət göstərən Mida MMC nəzarət edir. Nizamnamə kapitalı 10 milyon manat olan MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Təhməzov Fərhad İlahioğludur. Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.